sizə enerji məsələlərini təlimini izah edəcəm. Bu tip məsələlərdə uşaqlarımız çətinlik çəkir. Deməli, bu tip məsələlərdə ilk öncə biz yanaq faydalı qazıntıların istilik vermək qabiliyyətlərini, əmsallarını bilməliyik. Hansı ki, neftin əmsalı 1,5, qazınkı 1,4, daş kömürüncü 1, torfuncu 0,5, odun 0,3, yamaç isə 0,3 əmsala malikdir. Və keçən məsələmizə, burada verən məsələlər bizə deyilir ki, müəssisənin illik enerji sərfiyyatını ödəmək üçün 80.000 ton neft lazımdır. Və bunu daş kömürlə əvəz etsək, neçə ton daş kömür lazım olar? Bu tip məsələlərdə ilk öncə biz 80.000 ton neftin nə qədər enerji verdiyini bilməliyik. Görək 80.000 ton nefti yandırarkən nə qədər enerji əldə olunur. Bunun üçün ilk öncə burada neftin şərti əlacaq faizni yazaq. Deməli, 1 tonda 1,5 əmsal alınırsa, 80.000 tonda isə biz bunu x şəklinə götürürük. X də bərabər 80.000 vurulsun 1,5. Bu da eləyəcək 120.000 əmsal. Bu bizim istilik vermə qabiliyyətimizdir. Yəni, nefti 80.000 ton nefti yandırarkən verdiyi enerji 120.000 tondur. Bəs yaxşı, bu 120.000 enerjini biz daş kömürlə əvəz etsək, neçə ton daş kömür lazım olar? Buna baxaq. İkincini biz belə yazacaq ki, hansı ki, daş kömürün istilik vermə qabiliyyəti 1'dir. Yazaq. Bura 120.000 enerjini yandırmaq üçünsə x qoyacaq. X də bərabərdir. Məlum məsələn, 120.000-i elə birin özünə böləndə 120.000 ton daş kömür edəcək. Daş kömür. Yazıq. Bir daha üzərindən keçirik. Uşaqlar, deməli, burada 1 ton nefti yandırarkən əmsal 1,5 oldu. 80.000 tonun əmsalı isə 120.000 ton oldu. Daha doğrusu 120.000 enerji oldu. 120.000 kilokal enerjini biz daş kömürlə əvəz etsək, onu bölürük 1'ə, hansı ki, daş kömürün əmsalı 1 idi. Və elə 120.000 ton daş kömür lazım olur. Və bizim cavabımız da 120.000 ton daş kömür olacaq.